Bundan götür ben. Orada. Salam xanımlar, necəsiniz? Ola bilər sizin üçün bunlar daha çox abur-cubur kimi görünər ki, ancaq abur-cubur falan alıb. Yoldaşım evə bazarlıq eləmişdi. Sadəcə bəzi şeylərə ehtiyac var idi deyə, həm də can sıxıntısı. Buralara təzə köçmüşük, elə insanlar yoxdur ki, qonşuluq əlaqələr filan. Onun üçün biraz Levi deyək də belə, bizim dilimizdə olmasa da Levi şeylər biraz çoxdur. Daha çox qızım üçün məsələn, qızım üçün alış-veriş sayılır bu. Çünki uşaq bura yaxın bir yer yoxdur ki, yəni mağaza çox uzaqdadır. Yaxın yer yoxdur ki, tez-tez gəlib nəsə gündə ya 2 gündən, 3 gündən bir nəsə alasan. Uşaqla getmək mümkün deyil. Ben de düşündüm ki, məsələn, bəzən popcorn eləyərəm, yeyər. Bəzən ürəyi sıxılanda, ya həyətə düşəndə, nəysə ki, yəni belə cüzi də olsa bəzi şeylərlə başını qatım. Deyəcəksiniz ki, semişka cipsi uşağa verirsinizmi? Yox, semişka cipsini daha çox özümüz üçün almışam. Qaynanamla qalıram. Axşamlar kinoya baxanda mən bir neçə gündə ev təmizliyinə məşğul oldum deyə onunla yəni oturub bir nəysə vaxt keçirmək olmurdu. Ancaq mən iş gördüm. O da biraz inciyirdi ki, bəs bütün gün neyinirsən ki, mən gələndə iş görürsən. Onun üçün mən aldım ki, taşacaq bu denizə baxaq. Axşamlar, nə bilim, oturub filmə filan baxanda, nə sepişkadır, nə bilim, popcorndur, odur budur. Atışdırmalıq da, yəni bütün gün evdə boş bekar otururam. Yeyib kökəlməyə və necə yeyib kökəlməyim mən? Boşluqdan adam yeyir də. Nəysə, indi bunları yerləşdirim. Siz də izləməyə davam edin. Bunları Trendyoldan zakazlamışdım. Bilmirəm, paylaşmışam yoxsa yox. Biraz tənbələm, nə mənada. Video editləməyə, yəni səssiz vloglar falan paylaşırdım və telefonumu dəyişəndən sonra ümumiyyətlə video editləyib paylaşa bilmədim. Çünki iPhone-da editləməyi bilmirdim. İndi telefonumu dəyişmişəm. Samsung S24 Ultra ilə çəkirəm.
Və artıq düşünürəm ki, həm evdə boş oluram, biraz YouTube-a vaxt ayırım. Yəni belə şeyləri sevirdim də mən YouTube-da belə videolar filan çəkməyi, vloqlara baxmaq sevirəm. Hə, nə deyirdim? Bunları Trendyoldan almışam, videosunu da çəkmişdim. 2 dəst almışdım. Hardasa 50 neçəmi, 40 neçəmi qab idi. Hamısı bu boyda deyil də, fərqli ölçülərdə. 50 neçə manat almışdım. Onu da böldüm, yarısını özümə götürmüşdüm. Yarısından çoxunu. Demək olar bir bütöv 2 dəsti birləşdirib almışdım və çox endirimli idi də həmin vaxtlar. İndi bahadır və çatdırılması səhv eləmirəmsə yoxdur. Azərbaycana çatdırılması olan vaxtlar aldım. 2 dəst. Eyni dəsti 2-dən aldım. Və bir dəstini demək olar bütöv özümə götürdüm. Bir dəstini də qaynanam və bacım, yəni mamamgilin arasında böldüm. Çünki hər ikisi istəyirdi bu qablardan. Əslində mən qaynanama çoxdan demişdim, gəl sənə də vurum bundan. Dedi ki, yox, burada daha ucuzunu taparam belə elə. Sonra başqa yerdə gördü bir qohumumuzun evində. Bəyəndi, dedim, bəs mən niyə edim vurum da. Neysə, elə oradan sonra vurdum. Vlogu bunların aldığım kargo açılım videosunu səhv eləmirəmsə paylaşmamışam və səhv eləmirəmsə silinib o videolar artıq məndən saxlamamışdım. Həm vaxtı xəyal qururdum ki, görəsən nə vaxt öz evimə köçərəm, ay Allah, nə vaxt mənə ev qismət olacaq, bunların içini doldurum. Çox həyəcanlıydım da, çox həvəsli idim. Qismət bu günlərə imiş, bu zamanə imiş. Şükür Allah'ın bu gününə. Allah içində mənim qardaşım daxil olmaqla bütün şəhidlərimizə rəhmət eləsin. Çətindir mənim üçün demək. Amma ki, nə bilim, sevinə bilmirəm, üzülə də bilmirəm. Duyğularım qarışıqdır. Çünki çox çətindir. Bu yerlərdə mənim, bu yerdə yox, Qarabağın müxtəlif bölgələrində mənim qardaşım savaşıb. Bugünkü gün onların qanının töküldüyü, elə şəhidlərimizin, 4000-ə yaxın şəhidimizin qanının töküldüyü yerlərdə necə deyim ki, yaxşı ki aldıq, yaxşı ki şükür, çox sevinirəm. Təbii ki, içimdə bir his var ki, hə, öz evim var filan, amma bütün şəhid ailələrinin yaşadığı kimi sevinclərimə heç bir zaman inanmıram ki, yəni tam sırf bütöv qəlbimlə o sevinci yaşaya biləm. Həmişə nəsə xeyir iş olanda, şər iş olanda, hər nəysə yaxşı və yaxud pis bir şey olanda daim qəlbimin bir tərəfi sanki gülmür. Sanki bir neçə yerə bölünüb qəlbim. Bir tərəfi gülür, bir tərəfi ağlayır, sevincimi tam yaşaya bilmirəm. Qismət həyatdır, insan davam edir məcbur həyatına. Çox danışdım, yerləşdirək. Mənim ixtisasım, xanımlar, tapa bilmirəm, hələ qoydum. Mənim ixtisasım dil ədəbiyyat müəllimidir, yəni Azərbaycan dili və ədəbiyyat müəllimi. Amma savadının olmasına baxmayaraq, ünsiyyət baxımından çox zəifəm. Yeri gəlsə dil ədəbiyyat müəllimləri belə söz bazası çox olur da. Bədii əsər oxuyuram, nə bilim, kitab oxuyuram. Amma ki, ünsiyyət qura bilmirəm, insanlarla qaynayıb qarışa bilmirəm. Və bu məndə uşaqlıqdan belədir, çox qapalı uşaq olmuşam. Universitet dövründən sonra artıq biraz yeni açılmağa başlamışdım. İnsanlarla münasibət qurmağa çalışırdım. Yəni çalışırdım, məcbur qalırsan, qrup yoldaşın olur, hərə bir cür olur.
Yəni hər hamı ilə dil tapmağa çalışırsan. Nə bilim, yəni universitet çox yaxşı bir şeydir. Allah hər kəsə ali təhsil almağı qismət eləsin. Niye bundan danıştım? Çünkü söz bazam mı diyeyim, neyim diyeyim biraz zayıftı ve bir cümlenin bir de bir xasiyyətim var ki, bir cümləni istəyirəm ki, o qarşımdakı insanlara başa salana kimi bir cümlə müxtəlif üslublarda mı deyim, nə də deyim, belə deməyə çalışıram. Bir cümlə müxtəlif formalarda deyirəm ki, bəzi sözləri çox işlədirəm ki, qarşımdakı insanı başa sala bileyim. Yəni belə. Ona görə ola bilər sizdə bezdirirəm çox danışmaqdan. Yəni istəmirəm hansısa sözüm qaranlıq qalsın, kimsə səhv başa düşsün. Yəni özümü aydınlaşdırmağa çalışanda da çox danışmış olurum. Bizim köçdüyümüz kənddə bir dənə oba var. O obada ta haralarda da, yəni gərək bir 20 dəqiqəlik piyada yol gedəsən uşaqla, həm də çətin olur. Amma məcbur burada tapdıqlarımızdan alırıq. Yəni elə ürəyin istəyən çeşid yoxdur ki, seçəsən həm münasib, həm keyfiyyətli bir şey alasan. Məcbur da qiymətlə də razılaşırsan, keyfiyyətlə də razılaşmağa məcbur qalırsan. Yəni belə. Şimdi mən bunları biraz da yerləşdireyim. Qapaqlarını filan. Yenidən görüşərik. Dəyişəcəm xanımlar. Çünki istəmirəm pilotda nəsə qalsın. Hamısını əvvəlcədən yuyub qurulamışam. Düzdür, yumadıqlarım da var. Yumadıqlarım bu boydadır. Düşünürəm ki, onların içine burada yoxdur elə bir şey. Rayondan malamgil mənə ziyarət eləməyə gəlməlidirlər. Onların yanında var. Şinyot mağazinlərindən bu qabartma vanildir, kakaodur. Bu kimi şeylərin kilo ilə olan olur. Həm sərfəli olur, həm də daha yaxşılarını olur da. Necə deyim? Yəni mən elə xoşuma gəlir. Kilo ilə alan qoyam evə. Belə. Onlar alınsa, nə vaxtsa onu da yuyub qoyaram yəqin. Evimin dağınıq olmağına baxmayın. Bu qabları yuyanda qoymaq üçün qab qurulayan şeyim yoxdur. Məcbur belə yığıram. Belə. Bunları da yerləşdirim. Evlər çox hündürdür, amma ensizdir. Nə bilim, buna da şükür. Bunları da xanımlar 2 dəfə verəcəm. Mənim qızım əçi yeməyi xoşlayır. Ətə əçi deyir. 2 dəfəyə böləcəm. Çox pis ürəyimə düşüb xofqada koyub. Qoyaq belə. Demək xanımlar, bunu da bacım hardasa mən təzə evlənəndə mənə bir neçə qab filan almışdılar. Onda da bu dəstə almışdı. Budur. Bir dənə sabun dəstidir. Bir dənə bilmirəm nə. 3 dənə bir şeydir. Qismət bunu da işlətmək bugünəymiş.
qab da qəşəngdir, pis deyil. Amma bunun içini boşaltmaq istəyirəm ki, daha səliqəli dursun, öz qabında dursun. Çox gözəl qoxur. Mən bu qoxunun ətrini istəyirəm. Baxın, əgər videoma baxış çox olsa, xanımlar, bunun marketlərdə filan görsəz, mənim üçün bir qoxuyum və bu qoxunun ətrinin adını bilən varsa, insan öz üzərinə tökmək üçün də mənə yazar kommentlərdə. Baxın bu. İçinə belə. Wow. Da belə. Bəs mən mi görürüm? Çox qəşəng qoxur da, çox qəşəng. Bunun ətri var. Mən bir dəfə qaldığım yerdə liftdə bir xanım vardı, ondan soruşdum. Öz üzərindən iyi gəlirdi o xanım bu ətrini isə. Adını dedi, amma bilmirəm nə dedi, yadımdan çıxdı. Xanımlar, bunları əslində çölə sərirəm. Paltarları da. Sadəcə gedirdim və qurumuşdu, vaxtım yox idi qatlayıb yerinə yığmağa. İndi bunları qatlayıb yerinə yığacağam. Siz də videomu izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah baxış çox gələr. Xahiş edirəm, mənə motivasiya üçün xoş sözlərinizi əsirgəməyin. Kommentlərdə sizi gözləyirəm. Videoyu bəyənməyi, like eləməyi və abunə olmağı unutmayın. Videoda necə bir şeylər görmək istəyirsiniz? Videonun nəyini bəyəndiniz, nəyini bəyənmədiniz? Bunun haqqında kommentlərdə yazıb fikir bildirsəz sevinərəm. Bugünlük videom bu qədər. Hələlik.